Türkmənistanın paytaxtı Aşqabadda Beynəlxalq Sülhə Etimad ili 2025 forumu keçirilib. Toplantıda ev sahibi Türkmənistanla yanaşı Azərbaycan, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Rusiya, Tacikistan və bir sıra ərəb ölkələrinin dövlət və hökumət başçıları iştirak edib. Forumda Azərbaycanı baş nazir Əli Əsədov təmsil edib. Əli Əsədov Xəzər dənizi regionunun sülh və dostluq coğrafiyası olduğunu bildirib. Xəzər dənizinin sülh, rifah, sabitlik və təhlükəsizlik məkanı kimi qorunması bundan sonra da ticari, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsinə imkan verir. Azərbaycanın baş naziri Əli Əsədov Aşqabadda təşkil olunan Beynəlxalq Sülh və Etimad ili 2025 forumunda çıxışı zamanı belə deyib. O bildirib ki, Xəzər dənizi regionunun sülh coğrafiyası olması biznes və turizmin inkişafına da əhəmiyyətli şərait yaradır. Onun sözlərinə görə Xəzər dənizindən vacib nəqliyyat arteriyaları keçir və onun uğurlu fəaliyyəti regionun bütün ölkələrinin maraqlarına cavab verir. Əsədov Azərbaycana dost olan ölkələrin işğaldan azad olmuş ərazilərdə məscid, məktəb və incəsənət mərkəzi kimi önəmli obyektlərin tikintisinə də toxunub və bunu qardaşlıq dəstəyi kimi qiymətləndirib. Biz həmçinin Türkiyədə azad olunmuş ərazilərin dirçəldilməsində qardaşlıq dəstəyinə görə dərin minnətdarlığımızı bildiririk. Şübhəsiz ki, bütün bunlar Azərbaycan xalqının qəlbində xalqlarımızın həmrəyliyinin bariz nümunəsi kimi qalacaq. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri həqiqətən də unikal xarakter daşıyır. Ermənistan hökuməti Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsinə sadiqdir. Belə açıqlama ilə isə Ermənistan prezidenti Vaqon Xaçaturyan çıxış edib. Onun sözlərinə görə Ermənistan hökuməti Cənubi Qafqazda davamlı sülhü möhkəmləndirməyi hədəfləyir. O hesab edir ki, Tramp yolu layihəsinin həyata keçirilməsi iqtisadi artım, dialoq və ikitərəfli əlaqələri təşviq edəcək. Bununla da etimad, sabitlik və rifahı gücləndirəcək. Bu tarixi hadisə Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və rifahın yeni bir səhifəsini açdığımıza inam yaradır, deyə Erməni prezident qeyd edib. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də çıxışında Ermənistan-Azərbaycan münasibətlərinə toxunub. İki ölkə arasında sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edən Tokayev hesab edir ki, sülh sazişinin imzalanması Cənubi Qafqazda sabitliyi təmin edəcək. Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət kəsb edir. Region və onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlıq üçün geniş perspektivlər açır, deyə Qazaxıstan lideri vurğulayıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə çıxışında Qəzzadakı humanitar fəlakət və Rusiya-Ukrayna münaqişəsinə toxunub. O bildirib ki, Qəzzada atəşkəsə baxmayaraq İsrailin dinc insanlar hücumları davam edir. Mülki əhalinin müdafiəsi üçün dünya ölkələrini həmrəyliyə çağıran Ərdoğan, Qəzzanın tez bir zamanda İsrailin işğalından azad edilməli olduğunu bildirib. Rusiya-Ukrayna münaqişəsinə gəlincə, Türkiyə lideri ölkəsinin bu problemin həllində vasitəçilik etməyə hazır olduğunu qeyd edib. Bəxtiyar Fətullayev, ATV Xəbər.